Demək uşaqlar 9-cu sinif test topluda 9 və 11-ci sinif test toplularında belə bir suallar məchulunuzda var ki, hansı cümlələr which sentences can be changed into passive voice or which sentences can't be changed into passive voice. Hansı cümlələr məchula çevrilə bilər, hansı cümlələr məchula çevrilə bilməz. Baxın, burada görürük 146, 145, 147, 48 bu şəkildə. Bunlar bu cümlələrin bir strukturu var, bir izahı var ki, bu izahları təqdim edəcəm ki, bu testləri yazmaq sizin üçün asan olsun. Biz bilirik ki, məchul düsturu to be üstəgəlsin feilin 3-cü forması participle to düsturudur. Participle to, yəni feili sifət 2 cümlədə əmizadan, yəni indiki zamandadsa, əgər cümləmiz əmiza üstəgəlsin participle to formasında olmalıdır. Əgər keçmiş zamandadsa was were üstəgəlsin participle to, gələcək zamandadsa shall be, will be üstəgəlsin participle to düsturunda olmalıdır. Bunları əvvəlcədən izah etmişəm, sadəcə olaraq təkrar üçün bir də üstündən keçirəm. Əgər mən baxıram mənim cümləmdə mütləq tamamlıq olmalıdır. Əgər cümlə tamamlığı yoxdursa, bir cümlənin tamamlığı yoxdursa, o cümlə məchula çevrilə bilməz. Çünki biz nə edirik? Məchula çevririk. İlk öncə tamamlığı, məsələn bu cümlədə tamamlığı keçiririk önə, daha sonra cümlənin feilinə baxıram ki, cümlə hansı zamandadır? Cümlə keçmiş zamandadır. Mən keçmiş zamanda düsturumda nə var idi? Was were üstəgəlsin feilin 3-cü forması. Mənim kitab sözüm təkdə olduğuna görə was-dan istifadə edirəm və feilin 3-cü forması, by-in 3-cü forması both şəklində yazdım. Daha sonra hərəkət burada qaldı mənə she. Mən şu cümlənin sonuna she-ni yaza bilmərəm. Agent deyilir buna, yəni işi görəni mən cümlədə məchula gətirmək üçün mütləq məndə by, üstəgəl o, yəni şəxs əvəzliyinin obyekt formasını yazmalıyam. She-nin obyekt forması böyrəydi, oraya yazıram. Əgər I olsaydı bu me olmalıydı, they olsaydı them yazmalıydım, we olsaydı as şəklində yazmalıydım. Yəni söz öndən sonra obyekt formanı yazmalıyam. Yenə də təkrar edirəm, əgər cümlədə biz she bought, o aldı nəyi, yəni nəyi sualı verib tapa biləcəyimiz və yaxud da kimi deyib tapa biləcəyimiz bir tamamlıq varsa, bu cümlə məchula çevrilə biləcək. Yox, əgər biz cümlədə nəyi deyərək alacağımız bir tamamlıq yoxdursa, götürəcəyimiz bir tamamlıq yoxdursa, bu cümlədə məchul olmayacaq. Bu cümlə məchul cümlə deyil. Daha sonra cümlənin sonunda sifət varsa, bu cümlə məchul hesab edilməyəcək. Young, nə bilim, fast, old kimi, yəni və yaxud da başqa bir sifətlər varsa, bu cümlələr məchul hesab edilməyəcək. Daha sonra cümlənin sonunda müstəqil yiyəlik əvəzlikləri varsa, bu cümlələrdən məchul hesab edilmir. Sonra cümlə there is və yaxud da there was, there is, there are, there were, this is, that is, onların cəm forması these are, those are kimi sözlərlə başlayırsa, bu cümlələr də məchul hesab edilmir. Demək, ümumiləşdiririk. Hansı cümlələr məchul olmayacaq? Cümlənin tamamlığı yoxdursa. Çünki biz ilk etapda tamamlığı önə keçiririk məchula çevirmək üçün. Önə keçirəcəyimiz bir tamamlıq yoxdursa, demək bu cümlədə məchul hesab edilməyəcək. Cümlənin sonunda sifət varsa, məchul deyil. Cümlənin sonunda müstəqil yiyəlik əvəzlikləri varsa, yəni mine, yours, his, hers, its, ours, theirs yoxdursa, məchul hesab edilməyəcək və bu sözlərdə varsa, there is, there are, onların keçmişi this is, that is, these are, those are varsa, bu cümlələr məchul hesab edilməyəcək. Daha sonra əgər cümlədə bu feillər varsa, yəni təbii ki, feillərimiz çoxdur, əsas işlənən feilləri burada qeyd eləmişəm. Bu cür feillər varsa, cümlə yəni məchul hesab edilməyəcək. Çünki bu feillər üzərindən sonra obyekt almır. Yəni nəyi deyib və yaxud da kimi deyib tapa biləcəyimiz bir söz olmayacaq. I live in Baku. Mən Bakıda yaşayıram. Mən nəyi deyə bilmirəm. Mən live feilinə nə sual verə bilərəm? Yaşayır. Harada yaşayır? Nə zaman yaşayır? It happened yesterday. O dünən baş verib. Happen sözü, yəni baş vermək sözünə mən sual versəm, baş verib, mən sual yaranır. Nə zaman və yaxud da harada sualı yaranır və mən o cümlədə məchul ala bilmərəm, məchul olmayacaq. Məsələn, biz baxa bilərək, I have, mənim var. I have two sisters, mənim 2 bacım var. Nəyi sualı verə bilmirəm. O gülümsəyir.
O gülümsəyir. She smiled. O gülümsədi. Və cümlə belə də bitə bilər. Yəni tamamlıq tələb etməyən feillərdən yox. Əgər smile-dan sonra ət varsa, təbii ki, o kiməsə gülümsəmək mənasında o məşğula çevrilə bilər. Məsələn, burada ölmək feili var. Die, ölmək. Deyirəm ki, she died 2 years ago. 2 il öncə rəhmətə gedib, dünyasını dəyişib. Mən nəyi sualı verə bilmirəm. Yəni bu cümlədə bir tamamlıq olmayacaq. Ona görə də bu feilləri hesab edirik ki, məchulluq yarada bilmirlər, çünki onların bir obyekti olmayacaq. Məsələn, rise sözü, qalxmaq sözü, sunrise in the east, günəş şərqdə çıxır. Yəni burada mən yenə görürsünüz ki, harada məkanı soruşa bilərəm, nə zaman sualı verə bilərəm. Yəni bu cümlələrdə məchul olmayacaq. İndi isə gəlin test üzərində həmən izahları əsaslandıraq. Baxın, bu cümlədə 146-cı testdə which sentence can be changed into the passive voice? Hansı cümlə məchula çevrilə bilər deyir. Gəlin biz baxaq. Yəni biz nəyi və yaxud da kimi deyərək önə keçirə biləcəyimiz bir tamamlıq varsa, bu cümlə məchul ola bilər. Bayaq qeyd elədim ki, əgər cümləmizdə have, onun keçmişi had varsa, bu cümlə məchul hesab edilmir. Bunun üstünə bir xətt. Demək, bu cümlə məchula çevrilə bilməyəcək. Bir olan bədləri, yəni C-ni və D-ni silirik. Daha sonra Lisa will work in the garden. Lisa işləyəcək. Mən sual verirəm. Harada? Və yaxud da nə zaman? Nəyi? Sualı yoxdur. Yəni tamamlıq yoxdur. Work işləyir. Bu mənim feilim. Bu da mənim yer zərfim. In the garden. Demək, ikidən də məchul cümlə olmayacaq. İkini də çıxıram. Qalır Y bəndi. Y bəndi doğru cavabdır. İndi gəlin analiz edək cümləni. Norman studied. Norman öyrəndi. Nəyi? Nəyi öyrəndi? Painting. Rəsm çəkməyi. Demək, nəyi sualı verib bu cümlənin tamamlığıdır. Yəni tamamlıqdır. Tamamlıq da təbii ki, məchulda önə keçə bilərdi. Məsələn, bu cümləni biz məchula çevirsək, the painting yazaram was studied by Norman. Bu cümləni məchula carefully də təbii ki, onu da əlavə edirik. Məchula çevrilə bildi. Sophia washed, yudu. Mənim xəbərim. Baxın, washed my clothes. Yəni nəyi sualı verirəm, bəli, cavabında tapıram. Mənim geyimlərimi yuyubdur. Demək 3-dur, 3-4-də tamamlıq var və məchula çevrilə bilər. Daha sonra bu 147-ci testdə hansı sual verir ki, yenə hansı cümlə məchula çevrilə bilər? Smile, gülümsəmək. Əgər smile ət deyilsə, bu gülümsəmək, o gülümsədi. To encourage me, məni cəsarətləndirmək üçün gülümsədi. Burada məqsədi verir, amma bizə nəyi sualı vermir. Demək, bu cümlə məchul hesab edilə bilməz. Have they sold? Onlar satdı mı? Yəni, satıblarmı? Nəyi? Their house. Bəli, bu mənim tamamlığımdır. Mən bu cümlədən məchul düzəldə bilərəm. Bunu götürürəm. We are happy. Biz xoşbəxtik. Nəyi sualı verə bilmirəm. Bu cümlədən məchul alınmaz. Bunun üstündən bir xətt. Dad cooks. Ata bişirir. Nəyi? The turkey. Demək, şükranlıq günündə Hind toyuğu bişirir cümləsində və nəyi bişirir? Hind toyuğunu bişirir. Demək, bu doğru cavabdır. Yəni 2-4 deməli doğru cavabdır. Gəlirik hansı cümlə məchula çevrilə bilməz, hansı cümlədə, yəni cümlənin sonunda sifət varsa, baxın, harmful-da zərərli, bu da mənim sifətimdir. Cümlədə sifət varsa, yəni 1-4, daha sonra have da var. Demişdik ki, have olan cümlələr məchula çevrilir. 1-3-4, yəni C bəndi doğru cavabdır. Bu cümlədə warn xəbərdar etdi kimi, bu cümlənin tamamlığı var, məchula çevrilə bilir. I drew, çəkdim nəyi, bu cümlədə tamamlıq var, məchula çevrilə bilir. Çevrilə bilmir. 1 ilə 3, bir də 4. Daha sonra 149-cu testdə biz baxa bilərik. 149-cu testdə bizdən soruşur ki, hansı cümlələr məchula çevrilə bilməz. Made hazırladı nəyi, rulesları, burada tamamlığımız var. Köçdü haraya?
mən nəyi deyə bilmirəm. Demək bu cümlə